Link və tərpənən blokdan ibarət sistem verib. Deyir ki, bu sistem qüvvədə neçə dəfə qazanc verir. Linkin və blokun çəkisi nəzərə alınmır, bölgülər bərabərdir. Bizim qazancımızın nə qədər olduğunu təyin etmək üçün biz qüvvələrə baxmalıyıq. Dayağın bir tərəfində yük var, onun qüvvəsi olacaq mg, yəni ağırlıq qüvvəsi aşağı doğru və dayaqdan digər tərəfdə isə, yəni linkin digər ucunda isə burada bu nöqtədən görürük ki, bir dənə tərpənən blok var. Bu tərpənən blokun bu hissəsindən bir ip gəlib keçib, yuxarı doğru F-lə dartılır. Əgər yuxarı doğru F qüvvəsi tətbiq olunubsa, bilirik ki, ipin digər tərəfində də F qüvvəsi tətbiq olunacaq. Bir tərəfində də F var, digər tərəfində də F. Onda bu nöqtəyə tətbiq olunan qüvvəmiz olacaq 2F. Yuxarı doğru 2F qüvvəsi tətbiq olunur. Momentlər qaydasını yazaq. Yəni M1 bərabər M2 qaydası. M1 üçün, yəni mg üçün momentimiz nə olar? Mg vurulsun qoluna hasili. Qolun nə qədər olacaq mg-nin? Dayağa qədər məsafə 1, 2. 2 bölgü. Mg vur 2 bərabərdir. 2F üçün momenti yazaq, yəni qüvvə momentini yazaq. Çünki biz bilirik axı momentin düsturu F vurulsun dedi, qüvvənin qoluna hasili. 2F-ə görə qüvvəmiz elə 2F vurulsun, qolumuz nə qədər olacaq? Qolumuz isə dayağa qədər 2F-dən 1, 2, 3, 4, 5, 6. Qolumuz olacaq 6. Buradan biz F-i tapsaq bu hissədən. F bərabər olacaq. Bu 2 ilə bu 2 ixtisar gedir. Mg bölünsün 6. Deməli, bizim qüvvəmiz 6 dəfə qazanc verdi. Yəni qüvvədə 6 dəfə qazanc əldə etdik.